Yox, Niyə? nə bilim, diqqətimi çəkməyib. Bəli. Nə başa düşmüsünüz? Quran hər şeyi həll edir. Oradan bir çarə tapmaq olar. Yox, oxumamışam. Səbəb? Maraqlı gəlməyib ona görə. Ehtiyac hiss eləməmişəm. Evet, Nə başa düşmüsünüz? anlamadım. Anlamını mı? Evet. Yani tercümesini okuyorum bazen. Ama sürekli değil, ara ara. Nə anlamısınız o kitabdan? Anlam olarak mı? Yani hani işte dinin gerekliliklerini, ondan sonra üzerimize düşenleri, onları öğreniyoruz. Sosyal hayata dair her şey, yani tüm hayata dair her şey yazıyor içerisinde. Yox. Səbəb? Nə bilim xanım, belə qəribə sualdır. Bəlkə çoxsu rus yazıçın olduğuna görədir. Ola bilər. Bəli. Nə başa düşmüsünüz? Ümumiyyətlə, yəni biraz başa düşməmişəm çox şeyi. Çünki hələ də araşdırmadayam və yenidən oxumağı fikirləşirəm. Amma bir şeyi başa düşmüşəm ki, tərcümədə istədiyim şeylər yoxdur. Yəni əsas olan, yəni özünü öyrənməkdir. Bəli, Nə başa düşmüsünüz? Allahın şərik olmamağı başa düşmüşəm.